Salam, hər vaxtınız xeyir. Bilirsiniz ki, artıq Asiya kateqoriyasına da algoritmlərdən bir sual düşəcək. Gəlin algoritmlərə nəzər salaq. Birinci, nədən başlayaq? Məsələnin kompüterdəki həlli prosesi. Məsələ kompüterdə 6 prosesdən keçir. Birinci nə olacaq? Məsələnin qoyuluşu. İkinci, məsələnin analizi və tədqiqi. Ondan sonra algoritmin yaradılması, proqramlaşdırma dilində təsviri, testləşdirilməsi. Ondan sonra nəticənin analizi və tədqiqi. Baxın, diqqətli olun. Analizi iki dənə mərhələdə dedik. İkinci mərhələdə məsələnin analizi. Təbii ki, biz real həyatımızda bir məsələ ortaya qoyanda ikinci etapda nə edirik? Həmin məsələni bir qəşəng analiz edirik. Ən sonda nə edirik? Üçün nəticəni analiz edəcək. Yaddan çıxartmayın. Testləşdirmə və sazlama həmişə nəticənin analizindən əvvəldə olur. Çünki testləşdirmədən əvvəldə olan mərhələmiz nədir? Proqramlaşdırma dilində. Biz proqramlaşdırma dilində bir şeyi yazan zaman o adlanır ilkin proqram. Bütün mərhələlərdən keçəndən sonra, tam səhvlər yoxlanandan sonra bunu artıq işçi proqram da deyə bilərik biz. Okey, keçək indi algoritmin özünə. Əslində biz algoritmi real həyatımızda da tətbiq edirik. Algoritm qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməli olan əməliyyatlar ardıcıllıqdır. Algoritm 4 xassəyə malikdir. Hansılardır? Ekranda da zaten görürsünüz. Müəyyənlik, buna bəzən determinliklik də deyilir, kütləvilikdir, diskretlikdir və nəticəvilik xassəsidir. Gəlin müəyyənlikdən danışaq. Hamısı elə adı üstündədir qaydası. Algoritmin hər bir mərhələsi müəyyən olmalıdır, aydın olmalıdır, dəqiq və birmənalı olmalıdır və növbəti mərhələlərdə əvvəlki mərhələnin nəticələrindən istifadə oluna bilinməlidir. Heç nə istifadə oluna bilmirsə, deməli müəyyənlik xassəsi ödənməyib. Sonra gələcək algoritmin kütləvi xassəsi. Kütləvi sözün nə olduğunu bilirik də biz onsuz. Yəni hamı istifadə edə bilməlidir. Məsələn, hansısa tip məsələnin həllində istifadə etdiyimiz həll yolu həmin tipdən olan digər məsələlərin də həllində istifadə oluna bilinməlidir. Buna deyilir heç nə algoritmin kütləvi xassəsi. Diskretlik odur ki, algoritm ayrı-ayrı addımlardan təşkil olunmalıdır və hər biri sonlu zaman müddətində həyata keçirilməlidir. Çünki diskret sözü özü nə deməkdir? Kəsilən deməkdir. Yəni hər bir üçün müəyyən məhdud vaxt limiti olmalıdır və həmin vaxtda da biz nə deyirik? Takt müddətin. Sonra nəticəvilik, bu da çox asandır. Heç nə, algoritm sonlu sayda əməliyyatlardan ibarət olur, axırda da nəticə ilə sona çatır. Algoritmin təsvir üsulları çox primitivdir. Algoritmlər üsulundan qəti şəkildə qorxmayın. Biraz hamısını toplasın, 1-2 səhifə nəzəriyyəsi var. Biraz da məsələlərini başa düşdürsə, bitiyor. Zaten düşünmürəm, bir neçə qəbul, çox çətin sual salalar algoritmlər. Əsas, yəni, necə deyim, bilindik suallara məncə üstünlük verirlər. Amma 100% deyə bilmərik. Bilən imtahana çətin salırlar. Sonra da qalib deyərsiniz ki, yox, müəllim siz demişsiniz, asan düşəcək. Yəni, hər şey ola bilər. Hər şey hazırlıqlı olun. Algoritmin təsvir üsulları cəmi 4 dənədir. Birinci nəqli təsvir üsulu. Əslində ən sadəsidir. Təbii dildə tələffüz olunur. Məsələn, tutalım ki, kiməsə nəyisə izah edirsiniz ha. Filan mərhələlərdən keçir, nə bilim, belə olmalıdır, elə olmalıdır. Baxın, buna nə deyiləcək? Nəqli təsvir üsulu. Ondan sonra bir də ki, yadda saxlayın, nəqli təsvir üsulu bəzən kütləvi xassəsini ödəmir. Tam ki, mən nəyisə izah edirəm, 99% insan başa düşür, 1% başa düşməmə ehtimalı da var da. Onun üçün həmişə kütləvi xassəsi burada ödənmir. Bu üsuldan ona görə asallarda istifadə olunur. Algoritmik dildə, yəni proqramlaşdırma dilində təsvir. Yəni birbaşa proqramlaşdırma dilinə çeviririk. Məsələn, hansısa bir algoritmdir. Məsələn, 2 ədədin cəminin tapılması əslində bir nədir? Algoritmdir. Bunu əgər Pythonda və yaxud istənilən bir proqramlaşdırma dilinə Java ola bilər, C ola bilər, C# ola bilər, fərqi yoxdur. Birində yazırsınızsa, bu nə olacaq? Heç nə, algoritmik dildə təsvir üsulu. Psevdokoddan danışaq. Psevdokodla təsvir üsulu nə proqramlaşdırma dil deyil, nə nəqli üsul deyil. Elə onun arasında olan bir prosesdir. Baxın, burada da qeyd eləmişəm. İnsan üçün oxunaqlı, amma kompüter üçün birbaşa icra edilə bilməyən. Əsasən bunu məktəb proqramlarında, məsələn, ta ki proqramlaşdırma yeni başlayan zaman məsələn, tətbiq olunur. Belə də o qədər də geniş istifadə olunan üsul deyil. Növbəti üsul gələcək blok sxemlərlə. Ən geniş tətbiq edilən üsul budur. Algoritmlərdə, yəni blok təsvir üsulunda müxtəlif blok sxemlərdən istifadə olunur. Burada da qeyd eləmişəm. Bura giriş bloku yazmışam. Yəni əsas bu çıxış, yəni çap bloku gedir. Ondan sonra şərt bloku var, başlanğıc bloku var, hesab bloku düzbucaqlıdır. Heç nə digərlərinin adlarını öyrənməlisiniz.
şəkillərini yadda saxlamalısınız. Çətin deyil heç birisi. Baxın, belə diska oxşayır, silindirik formada. Bu alt proqramda, elə bil ki, bunun da içində nəsə altında bir yəni fiqur kimi var, elə düşünün. Birləşdiricini dairə ilə necə yadda saxlayacaqsınız? Bilmirəm, amma yadda saxlamalısınız. Sonra gəlir alqoritmin növləri. 3 dənə cəmi növ var. Hansılardır? Xətti budaklanan dövrü. Xətti alqoritm adı üstünə xətti girəcək. Məsələn, 2 ədədin hasilinin tapılması, cəminin tapılması, fərqinin tapılması bu olacaq xətti. Məsələn, burada da qeyd eləmişəm. Bir xəttlə gedir. Nə burada şərt olacaq, nə burada dövr olacaq. Əgər şərt və dövr bloklarını görmədiksə, deməli nə olacaq? Xətti alqoritmlə. Məsələn, əvvəldə A ilə B-ni daxil eləmişəm. Kvadrat nə idi? Hesab bloku. Deyirəm ki, S-ə mənimsətlə A ilə B-nin hasilini. S-ə çap eləyəndə nə olacaq? A ilə B-nin hasilini mənə nəticə olaraq qaytaracaq. Aha, budaklanan alqoritmlər əslində bizim şərti alqoritmlərimizdir. Şərtdə bilirik də ya hə qolu var, ya da yox qolu var. Ondan sonra əslində budaklanan alqoritmlər özünü də iki yerə bölüblər. Hansılardır? Tam budaklanan var, bir də natamam budaklanan var. Tam deyiriksə, yəni əgər şərtim deyirəm ki, buradan hə olarsa, bu zaman bu zaman hansısa bir əməliyyat var, onu yerinə yetirməlisən. Yox, əgər mənim şərtim yanlış olarsa, başqa bir əməliyyat var, onu yerinə yetirməlisən. Bu tamdır da, yəni hər versiya üçün mənim ayrıca bir əməliyyatım var. Amma natamam adı üstünə natamamdır. Zaten tam olmayıb ki, bunun adını natamam qoyublar. Burada ya hə tərəfdə bir dənə əməliyyat qoyurlar, ya da yox tərəfdə bir əməliyyat qoyurlar. Bu belə. Dövr alqoritmlər adı üstünə burada dövr olacaq. Dövr nə deməkdir? Təzədən qaydırıq, yoxlayırıq, qaydırıq, yoxlayırıq. Təbii ki, dövr alqoritmlərinin içərisində də şərt istifadə oluna bilər. Məsələn, gəlin birindən nəzər salaq. Məsələn, deyir ki, fikrində bir ədəd tut, ədədi bir vahid azalt, alınmış ədəd sıfıra bərabərdirmi? Hə, yox. Mənim nəticəyə, yəni sona getməyim üçün nə olmalıdır? Ədəd sıfıra bərabər olmalıdır. Təbii ki, istənilən bir ədədi bir vahid azalanda o nə olacaq? Getdikcə sıfıra yaxınlaşacaq. Yəni bu dövr eləyir. Əgər burada görsəz ki, hansısa bir ox işarəsi əvvələ qayıdıbsa, bu son şərtidir. Deməli bu nə olacaq? Dövr alqoritmi. Məsələn, dövr alqoritmləri başqa nəyə nümunə göstərmək olar? Bunlar riyaziyyatdır. Məsələn, lap real həyatdan verir. Məsələn, avtobusların hərəkət istiqaməti. Hər gün dövr eləyir bu. Ondan sonra başqa bir deyim. Məsələn, hər gün bizim həyatımızda dövrə olan proseslər nədir? Hər gün məsələn universitet boyu, məsələn 1 il boyunca, yəni 9 ay deyək. 9 ay boyunca hər gün universitetə get, nə bilim, tapşırıqları elə, nə bitirümləri ver və s. Bizim həyatımızda dövrüdürsə, yəni davam edirsə, müəyyən bir müddət və yaxud ömrümüzün sonuna qədər buna biz dövrü deyəcəyik. Eyni zamanda məsələn 1-dən 100-ə qədər ədədləri yazmaq, ən böyük ədədin tapılması, ən kiçik ədədin tapılması, bunların hamısı dövrdür. Ondan sonra dövr alqoritmlər özləri 3 cür olur. Ön şərtli var, son şərtli var, bir də modifikasiyalı var. Ön şərtli də odur ki, şərt əvvəldə olmalıdır. Son şərtli də odur ki, şərt axırda olmalıdır. Ancaq bunu tapmaq çox asandır. Baxın, şərt əvvəldə qoyubsa ön şərtdir. Axırda qoyubsa olacaq son şərt. Ön şərtlidə while-dur, son şərtlidə repeat until operatorlar istifadə olunur. Bunu proqramlaşdırma dilində təsvirində görə bilirik biz bunları. Siz amma prosesdə proqramlaşdırma dili lazım olmadığı üçün sadəcə ad olaraq əzbərləyib kifayətdir. Məsələn, gəlin modifikasiyalı dövrdən danışaq. Modifikasiyalı dövrün olduğunu hardan biləcəm? Əgər 6 bucaqlı varsa, bu modifikasiyalı dövrün olduğunu bildirir. Məsələn, bunun içərisində 2 yazıb, 17 yazıb, 4 yazıb. Bu deməkdir ki, 2-dən başlayacaq, 4 vahid artacaq və 17-də dayanacaq. Elə bil ki, bu startdır, stopdur, stepdir. Yazıram bura. Hara yazım? Yer tapmadım. Buraya yazaq. Start, stop, step. Start başlanğıcı, stop yekunda, step də addımdır. 3 S-dən də yadda saxlaya bilərsiniz. Yaxşı, gəlin həll eləyək. Deyir A-nın başlanğıc qiyməti 12-dir. B 19-dur. Deyir, yaxşı, İ-nin gəlin qiymətlərini yazır. İ birinci 2-dən başlayacaq. Deyirəm ki, 4 vahid art. 2-dən sonra nə gələcək? 6 gələcək. 10 gələcək, 14 gələcək. 18 gələ bilər. Yox, cavablarınızı eşidirəm. Gələ bilməz. Baxın,
Çünki 17 mənim yekunumdur. 18-in burada nə işi var? İşi yoxdur. Ondan sonra deyir ki, bu arada məsələn, deyəcəksiniz ki, burada da A var, burada da A var. Bu nə deməkdir? Alqoritm yeni qiymət alandan sonra əvvəlki qiymətini saya salınır, unudur. Məsələn, A-nın əvvəlki qiyməti 12-dir. Amma yeni qiyməti 12 olmayacaq. Yeni qiymətini tapmaq üçün deyir ki, sən əvvəlki qiymətinin üzərinə i-ni gəl. I-nin başlanğıc qiyməti neçədir? 2-ni gəl. Neçə eləyəcək? 14. Deməli, A-nın qiymətini aldıq 14. Ondan sonra baxın, ox işarəsini özü qoyub bizə. Heç də işimizi çətinləşdirməyin. Ha, bu arada asanlaşdırır. Deyir ki, sonra o biri qiymətini qoy, yaxşı qoyaq. A'nın 12 deyilən bir qiyməti yoxdur. Onu unutduq getdi. A'nın son qiyməti nədir? 14. Deyir bunun üzərinə i'nin o biri qiymətini 6. Neçə elədi? 20. 14-ü də unutduq getdi. Sonra təzən dövr qaydıraq bura. Yəni 14 qiymətini alana qədər mən bu prosesi davam elətdirməliyəm. 20-nin üzərinə 10 gəl. Neçə eləyəcək? 30 eləyəcək. Bunu da unutdun. Sonra A-nın növbəti qiymət tapmaq üçün təzədən A-nın yekun qiymətinin üzərinə i-ni gəlməliyəm. 14-ü. Neçə eləyəcək? 44 eləyəcək. Deməli, A-nın qiyməti oldu 44. Başqa dövrüm yoxdur, amma məncə çıxmalıyam. Çıxıram, gəlirəm bura. Deyirsən B-yə, B-nin köhnə qiymətinin üzərinə A-nı gəl. Yaxşı, gələk də B-nin qiyməti neçədir? 19-dur. A-nın qiyməti neçə aldı? 44. Cəmi neçə eləyəcək? 63. Heç nə, cavabımız olacaq 63. Bu şəkildə. Hə, indi bu suala baxaq. Bu sualın çox tələbə biraz, necə deyim, çətinlik çəkir. Amma inandırım sizə ən asan suallardandır bu. Niyə görə? Bu sualın birinci sadə üsulunu izah edəcəm. İkinci isə həmin üsulun hardan alındığı olacaq. Qələmi qoşun. Deyir ki, aşağıdakı algoritmin blok sxemində minimum deyir neçə şərt blokundan istifadə etmək olar? Minimum, yəni ən azı. Okey, baxaq. Bizim burada 3 dənə şərtimiz var. Sadə yolumu deyirəm. Belə sual görəndə bir dənə ədəd oxu çəkin. Məktəb vaxtına ədəd oxu olmadı, əyri yolu idi. Bir dənə gözləyim. Okey. Bilirik, ədəd oxunda sıfırdan sağ tərəfdəkilər müsbət, sol tərəfdəkilər mənfi olur. Qiymətlər nələrdir? 5-dir. Burada da 7-dir. 0-dan 5-in arasındakı məsafə 5 ilə 7-nin arasındakı məsafədən kiçik oldu. Məsələn, ona fikir verməyin. Burada 5-dir, burada 7-dir. Deyirəm ki, birinci şərtində x böyük bərabərdir 5-ə. Bərabər özünü də götürəndə həmişə nə edirik? Yadınızdadır məktəb vaxtı qaralayırdıq. Böyük deyir axı. Yox, böyük demir, kiçikdir. Kiçikdirsə bu istiqamət. Yəni bunun həll çoxluğu 5 və 5-dən kiçik olanlardır. Digər x-in həll yolu nədir? 5 ilə 7-nin arası. O birisi nədir? 7 və 7-dən böyük. Yenə qaraladım. Nə oldu? Ədəd oxu tam doldu. Baxın, dolmayan yer qalmadı. Yadda saxlayın. Əgər mənim şərtlərim ədəd oxunu tam olaraq doldurursa, minimum şərtlərin sayını burada verilmiş şərtlərin sayından bir vahid az götürürəm. Neçə dənə şərt var? 3 dənədir. Tam doldurulubsa, onda deməli bir vahid az 2 olacaq. Cavabım burada eləyəcək 2. Yox, əgər burada şərtlər, yəni ədəd oxu tam ödənlərsə, məsələn, tutam ki, bunun hansısa biri qara olmarsa, məsələn, ağ olarsa, bu zaman artıq nə olacaq? Mən elə burada verilmiş şərt qədər götürəcəm. 3 götürəcəm cavabı. Baxın, burada da yazmışam, materialda da qeyd eləmişəm. Deyə bilərsiniz ki, müəllim, bu qayda hardan çıxdı? Niyə belə bir şey var? Məntiqi hardan gəlir? Bəlkə də riyaziyyat məntiqi güclü olan tələbələr bir şey tutdular. Məsələn, mən bu deməli alqoritmi yazmaq üçün mənə 2 dənə şərt yəni ehtiyac da, yəni necə deyim? Məsələn, x kiçik bərabərdir 5 yazmağım. Bir də məsələn x kiçikdir 7 yazmam. Bu iki şərti yazsam kifayət eləyir də. Əgər x həqiqətən 5-dən kiçik olsa, 5-dən və yaxud bərabər olsa bu ödəyir. Ödəmərsə deyirəm ki, x 7-dən kiçikdir. Ondan sonra digər bir yox qolunda da nə olacaq? 7-dən böyük qiymətini almış olacaq. Baxın, bu 3 dənənin hamısı ödəndi bu 2 dənə. Ad nədir? Bərabərsizliyi yazmaqla da. Sizə nə lazımdır? İmtahana gedib sualı düzgün yazmaq. Dediyim ədəd oxu yolunu öyrənin, bəs eləyəcək.
Sonra gəlin bir dənə şərti alqoritmlərdən danışaq. Ümumiyyətlə bu romb işarəsi şərti bildirir. Deyirəm ki, x-in qiyməti 9-dur. Lap yaxşı. Deyirəm ki, əgər x 9-dan böyük olarsa, hə istiqamətinə get və z-i bu şəkildə çapa göndər. Deyirəm, yox, əgər x 9-dan böyük deyilsə, yox istiqamətinə get. Gətirib yerinə qoysam 9 böyükdür 9. Bu yanlışdır. 9 9-dan böyük deyil, axı bərabərdir. Yox tərəfə gedirəm. Yox tərəfə gedirəm. Heç nə. Deyir ki, z-i tapmaq üçün x-i bölü 2-yə, yəni 9-u bölü 2-yə. Neçə eləyəcək? 4,5. Cavabı aldıq. Suallarımız hələ bitmir, çoxdur. Ondan sonra bu sual qəti şəkildə yenə gözünüzü qorxutmursunuz. Biraz bu ehtimal nəzəriyyəsinə oxşayır. Ehtimal nəzəriyyəsində bir-birindən asılı olmayan hadisələr olanda ümumi sayı tapmaq üçün həmişə bir-birinə vururdu. Axı, burada da eyni qaydadadır. Deyir, əməliyyatda təkrarlanmaların sayını soruşur. I-nin qiyməti nədir? 1-dən 4-ə qədər. K-nın qiyməti nədir? 1-dən 5-ə qədər. Amma 1-in özü də daxil olmaqla. Həmişə baxın, çıxıb üzərinə 1 gəlirik. Baxın, burada 4-dən 1 çıxıb üzərinə 1 gəldim. Burada da 5-dən 1 çıxdım, üzərinə 1 gəldim. Baxın, 1-in aldıq 4, 1-in aldıq 5. Məndən təkrarlanmaların sayını soruşanda bunların hasilini tapmalısınız. Bu bilirsiniz nəyə oxşayır? Məsələn, deyirəm ki, 2 rəqəmli ədəddir. Deyirəm ki, məsələn, neçə dənə 2 rəqəmli ədəd var? Məsələn, onu necə taparıq? Məsələn, birinci yerdə duran ədədin hansı rəqəmlər ala bilər? 0-dan 9-a düzdür, amma 0-la ədəd başlaya bilmirdi. Yəni, birinci yazılan hissədə, yəni ədədin birinci hissəsində 9 dənə rəqəmdən istifadə edə bilərəm. Amma ikinci hissəsində 10 dənə rəqəmdən istifadə edə bilərəm. Çünki ikinci tərəfdə 0-dan da istifadə edə bilərəm. Bunların mümkün hallarını soruşanda 9-u ona vuracam, o da eləyəcək 90. Deməli, 90 dənə 2 rəqəmli ədəd var. Burada məsələn, rəqəmlər müxtəlif olan və s. Bunları nəzərə almadım mən. Ümumi sayını tapdım prosta. Baxın, bu da onun kimidir. Yəni, son üzərinə 1 gəlin, aldığınız cavabları bir-birinə vurun. Gəldik əjdaha sualımıza. Sualı görüb gözünüzü qorxutmayın. Sualda nə deyir? Deyir, algoritmin icrası nəticəsində n8 qiymətini alarsa, n-in ilkin qiymətini tap. Sualı tərsdən işləyəcək biz. Proje məntiqlə riyaziyyatda addımlayıb gəlir. Necə? Ən sonda 8 qiymətini alıb. N hansı tərəfdən alıb bu qiyməti? Yox qolundan alıb, düzdür? Mənim ümumiyyətlə algoritmin yox olması üçün nə baş verməlidir? A-nın qiyməti ya 45-ə bərabər olmalıdır, ya da 45-dən böyük olmalıdır. Nəzər salam görüm A-nı harda yazıb burada? A hər dəfə dövrü algoritmini özdə bu. Deməli, son ön şərtidir. A hər dəfə 3 vahid artıb. Hər dövrdə A-nın qiyməti 3 vahid artıb. A-nın başlanğıc qiyməti nədir? 2-dir. Baxın, yazırıq. 2 üstəgəl. Dövrlərimiz sayını bilmirəm də nə qədər dövr edir. 2 üstəgəl 3-dir. Dövrü D-la işarə elədim. Böyük bərabər olmalıdır 45-ə. Buradan 3-dir. Böyük bərabərdir 43-ə. D-nin də qiyməti hardasa deməli eləyəcək 14 tam nə qədərsə, təxmini bunda nə götürməliyəm? 15. Çünki dövr sayı kəsir olmaz. Deməli, mənim bu algoritmim 15 dəfə dövr eləyib. 15 dövrü aldım. N də deməli 15 dənə dövrdən keçib də. Deməli, gətirib burada qoyuruq. N-in ən son qiyməti neçə eləyib? Burada yazıb 8. N-in düsturu nədir? N isə hər dəfə 8 vahid azala, axırda qiymətini alıb 8. Amma neçə dəfə 8 dəfə azalıb bu? 15 aldı axı dövrləri. Deməli, yazırıq. N çıxılsın 15 vurulsun. Tərsinə yazdım, bunu 8 vuraq 15 yazaq. 8 vurulsun. 15 dəfə 8 vahid azalıb. Və axırda qiymətini neçə alıb? 8 alıb. Heç nə, n çıxılsın. 15-dən 8 çıxanda 120 bərabərdir 8-ə. Deməli, buradan da alacaq n-in qiyməti bərabər olacaq 128-ə. Cavabımız olacaq B variantı. Bu düşə biləcək ən çətin versiyalardandır. Algoritm, ümumiyyətlə, tələbənin biraz da məntiqini yoxlayan bölmədir.
Okey. Deməli, belə bir suallar da var. Hansı ki, bunlar da məşhurdur. Bunu çəkib Instagrama yerləşdirmişəm. Deyir ki, algoritmin yerinə yetirilməsi nəticəsində Y dəyişəni 20 qiymətini almışdır. Algoritmin yerinə yetirilməsinə qədər X dəyişənin deyir qiyməti neçə olmuşdu? Baxın, buradakı Y ilə buradakı Y eyni şeydir. Deyək axı, yeni qiymət alanda əvvəlkini saya salmayacaq bu. Okey, en son qiymətini 20 alın. X-in yerinə mən 30 minus Y yaza bilərəm. Çünki buradakı Y ilə buradakı Y eynidir zaten. Bu yeni Y-dir sadəcə. X-in yerinə yazıram 30 minus Y çıxılsın Y bərabər olub neçəyə? 20-yə. 30 minus 2Y bərabərdir 20-yə. Y də bərabər olacaq burada 10-a. 10 olmaz, 5 olar. Baxın 5-ə. 5-ə bərabər oldu. Deməli, Y-in qiyməti 5 imiş. Gətirib qoymuşam burada və burada yerinə və almışam Y-in yeni qiymətini. Məndən də X-in qiymətini soruşur. Amma yeni qiymətini. Deməli, 5 bərabər olub X üstəgəl 3-ə. Buradan X neçə alalım? 2. Deməli, X-in əvvəlcədən qiyməti 2 olubmuş. Y-in əvvəlcədən qiyməti 5 olubmuş. 5 bərabərdir həqiqətən 2 üstəgəlsin 3-ə. X-in yeni qiyməti isə, baxın, heç vaxt burada aldığınızı gətirib bura qoya bilmərsiniz. Əgər növbəti sətirdən qoşu nöqtəyə qoyub yanında başqa bir düstur yazıbsa, o demək ki, yeni qiymət alacaq bu. Əvvəlkini yenə saya salmayacaq deməkdir bu. X-in yeni qiymət də bərabər olub buradan 30 minus Y-ə. Y-in də qiyməti 5-dir. Həqiqətən elə 25-dən də 5-i çıxanda cavab yenə bizə 20-ni verəcək. Buna aid bir neçə misal da var. Oldu. Sağ olun. İnşallah hamıya aydın oldu. Başqa nə sualınız varsa qeyd edərsiniz. Görüşənədək.